Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugün sizə aylarla qalsa belə yumşaq qalan, qətiyyən boyatlanmayan, çox dadlı, ləzzətli döymə şəkərbura hazırlayıram. Əvvəlcə içlik hazırlayırıq. İçlik üçün bizə lazımdır 500 qram fındıq ləpəsi, 400 qram şəkər tozu və 1 çay qaşığı dolu hil ədviyyatı. Videomuz çox uzun alınmasın deyə fındıq ləpəsini mən artıq fındıq çəkən maşından keçirtmişəm. Qabığı soyulmuş hazır fındıq ləpəsi almışdım və üzərinə şəkər tozunu, bir də üyüdülmüş hil ədviyyatını əlavə edib qarışdırıram. İçliyimiz hazırdır. Qabıqlı fındıq ləpəsi alsanız, onda onu mütləq tavada qovurun, sonra qabıqlarından təmizləyin. Mən 1 kiloqram unun şəkərburasını hazırlayıram. 1 kiloqram unun üzərinə 1 çimdik duz, 1 çay qaşığı şəkər tozu və 2 paket, yəni 10 qram da vanil əlavə edirik və quru ərzaqları qarışdırırıq. Mayanı çox əlavə etmirik. Çay qaşığının 1/4 qədər maya əlavə edirik. Bu quru mayadır. Çay qaşığının 1/4 qədər maya demək olar ki, yarım çay qaşığından da az eləyir. Və həmin o quru mayanın üzərinə biz 1 yemək qaşığı da ilıq su əlavə edib qarışdırıb bir kənarda gözlədirik. 3 ədəd yumurtanın ağını sarısından ayırırıq. Ağları bizə lazım deyil. 3 yumurtanın sarısına 200 qram 25% yağlı xama əlavə edirik və yaxşı-yaxşı bunları qarışdırırıq. Ayrıca qabda qarışdırmağımızın səbəbi odur ki, yumurtanın sarılarının rəngi açılsın və birbaşa xəmirə əlavə edəndə xəmirin rəngini saraltmasın. Mütləq çalışın ki, şəkərburaya həm ağ un, həm də ağ yağdan istifadə edin ki, şəkərburamızın rəngi ağ rəngdə olsun. Gördüyünüz kimi mənim istifadə etdiyim yağın da rəngi ağappaq olduğu üçün həm istifadə etdiyim un, həm yağ ağ rəngdə olduğu üçün şəkərburalarım da ağappaq alındı. Xəmir üçün 400 qram ev temperaturunda tam yumşalmış yağdan istifadə edirik. Yağ mütləq qeyd etdiyim kimi tam yumşalmış olmalıdır. Yağı əlavə edirik unun üzərinə və əvvəlcə yaxşı-yaxşı əlimizlə ovaraq tam umaç halına gətiririk. Tələsi olmayan xanımlarımızın nəzərinə çatdırım ki, mən burada 1 kiloqram unun şəkərburasını hazırlayıram. 1 kiloqram un 200 ml stəkan ölçüsü ilə 8 stəkandan 2 yemək qaşığı, 2 silə yemək qaşığı, yəni tam dolu olmayan yemək qaşığı əski un eləyir. Gördüyünüz kimi umaç halına gətirdikdən sonra bura digər yumurtalı xamalı qarışım əlavə etdik və mayanı da əlavə edirik. Bir də südü mütləq az-az hissə-hissə əlavə edirik ki, xəmir yumşaq alınmasın. Şəkərburanın xəmiri mütləq bərk xəmir olmalıdır ki, üzərində olan naxışlar bişərkən itməsin, hamısı üzərində qalsın. Ona görə bərk xəmir yoğurmaq lazımdır. Mən burada 50-60 ml süddən istifadə etdim və südü də bir dəfəyə əlavə etmirəm. Gördüyünüz kimi az-az əlavə edərək bərk xəmir yoğurun. Siz də götürəndə 100 ml, yəni yarım stəkan süd götürün. Amma onu da qeyd edim ki, süd mütləq ev temperaturunda olsun. Hətta soyuducudan da çıxardıb istifadə edə bilərsiniz. Amma qətiyyən südü yəni ilıq hala gətirməyin, isitməyin, qaynar olmasın ki, xəmir mayalanmasın. Soyuq halda və ev temperaturunda olan süddən istifadə edə bilərsiniz. Yarım stəkan süd götürün və həmin yarım stəkan südü hissə-hissə əlavə edib xəmiri yoğurun. Çünki unların növləri də fərqlidir. Ola bilər sizdə elə yarım stəkan südün hamısını istifadə edə bilərsiniz. Amma mən qeyd etdiyim kimi 50-60 ml süddən istifadə etdim. Bir də hətta siz istəsəniz, mənim yoğurduğumdan biraz yumşaq yoğura bilərsiniz xəmiri. Çox yumşaq yox ha, sadəcə biraz. Yəni mən daha da çox sərt etdim xəmiri, çox bərk yoğurdum, amma siz məndən biraz yumşaq, yəni mənim hazırladığım xəmirə nisbətən biraz yumşaq yoğura bilərsiniz. Çünki çox bərk olanda həm əl yorulur, həm də kündələri biraz belə hazırlamaq biraz çətin olur, çox bərk olur kündələr. Siz biraz bundan yumşaq yoğura bilərsiniz. Deməli, xəmiri yoğurduqdan sonra üzərini salafanla örtdüm və saata baxıb 15 dəqiqə gözlətdim. 15 dəqiqədən sonra xəmirin üzərini açıram, bir dəfə də yüngülcə yoğururam və yenidən üzərini salafanla örtürəm. Elə burada masanın üzərində qalır, bir 15 dəqiqədə qalır. 15 dəqiqədən sonra artıq götürüb başlayıram kündələməyə. Ümumilikdə bu xəmiri 30 dəqiqə müddətində gözlətmək lazımdır. Sadəcə bu cür. Üzərinə bir çay dəsmalı atırsınız, salafan atıb bu cür gözlədirsiniz. Yəni qalın bükmək olmaz. Yarım saatdan sonra artıq yarım saat keçdi və götürürük tərəzi vasitəsilə 40 qramlıq kündələr tuturuq. Şəkərburanın xəmiri 40 qramdan olmalıdır və 1 kiloqram undan məndə 44 ədəd şəkərbura alındı.
Dəyərli izləyicilərim, kim hardan videolarımızı izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən zəhmətə dəyər verib, yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın və əgər videolarımızı bəyənirsinizsə, mütləq yaxınlarınızla da paylaşın. Siz də kanalımızın böyüməsində mənə bu cür dəstək olmuş olarsınız. Dəstək olan hər kəsə də buradan ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Dəyərli izləyicilərim, onu da nəzərinizə çatdırım ki, bu şəkərbura xəmirinin digər dədə-baba üsulu olan şəkərbura xəmirindən fərqi ondadır ki, bu xəmiri, yəni bu xəmirdən hazırlanan şəkərburaları bir ay müddətində belə siz rahatlıqla saxlaya bilərsiniz. Bu şəkərburalar qaldıqca bərkiməkdənsə daha da yumşalır. Xəmir özü döymə xəmir olduğu üçün bu şəkərburalar çox gözəl alınır. Yəni hazırlayın, həmin gün əl vurmayın, qoyun qalsın. Nə qədər qalacaqsa, günlərlə qalsa belə qətiyyən boyatlanmır, daha da yumşaq olur, yumşalır və uzun müddət bu şəkərburanı saxlaya bilirsiniz. Çox gözəl bir reseptdir həqiqətən də. Və gördüyünüz kimi artıq mən kündələrin hamısını yaydım. Yaydıqdan sonra götürürük. Mütləq içlik qoymamışdan əvvəl hər iki üzünə baxın. Xəmirin hansı üzü biraz nahamardsa, həmin tərəfdən də içlik əlavə edirik və bir də soyuq su götürürəm. Adi soyuq sudur. Xəmirin kənarlarına içlik doldurmamışdan öncə biraz su vururam və bu cür etdikdə xəmirin kənar hissələri yaxşı bağlanır. 2 çay qaşığı yarım da içlikdən əlavə edirəm. Hətta 3 çay qaşığı da içlikdən istifadə edə bilərsiniz. Və yaxşıca kənarlarını bağlayıram. Gördüyünüz kimi bu cür hamısını yığıram. Əvvəlcə hamısını kündələdim. Kündələdikdən sonra hamısını yaydım və hamısını artıq yaydıqdan sonra indi isə içliyi doldururam. Yəni mərhələ ilə hamısını hazırlayırıq. Bu cür edəndə çox gözəl alınır. İçliyi də əlavə etdikdən sonra ki, bu kənar hissəsini bükürük. Yəni xəmirin ağzını bağlayırıq. Daha sonra isə baxın elə bu vəziyyətdə də salafanın altında saxlayırıq. Amma mütləq üstü açıq vəziyyətdə saxlamayın. Çalışın hər dəfəsində üzərini salafanla örtün ki, xəmir qurumasın. Xəmir yağlı, xamalı xəmir olduğu üçün üzəri açıq qalanda quruyur. Ona görə mütləq üzərini örtürsüz. Və gördüyünüz kimi bir neçəsini burada sizə göstərirəm. İçlikdən əlavə edirik 2 çay qaşığı yarım. Və yaxşıca bükürük. Bir neçə dəfə də, bir-iki dəfə də belə masanın üzərinə çırpıram ki, xəmirin içərisində hava qalarsa həmin havası çıxsın. Yəni xəmirin içərisində boşluq yaranmasın. Hamısının içliyini doldurduqdan sonra indi isə keçirəm kənar hissələrini bükməyə. Bükməmişdən öncə də adi bir iynə vasitəsilə kənar hissələrdən, xəmirin o kənar hissələrini ki bükmüşük, həmin hissələrdən 3-4 yerdən iynə batırırıq ki, kənar hissələr pişərkən açılmasın, həmin hissələrdə hava qabarcıqları qalmasın. Görürsünüz, iynə ilə deşləklədikdən sonra kənar hissələrini bükürəm. Hamısının kənarlarını bükürəm. Hamısının kənarlarını bükdükdən sonra artıq başlayacağım naxış vurmağa. Baxın, görürsünüz, kənar hissəsini bükdükdən sonra mütləq belə barmaqlarınızla səliqəyə salırsınız kənar hissələrini və üzü aşağı vəziyyətdə belə yenə də salafanın altına yığırsınız. Burada bir neçəsini kənarının bükülməyini sizlərə göstərirəm. Mütləq iynələmək lazımdır. İynəliyirsiniz və kənarlarını qəşəng yavaş-yavaş bükürsünüz. Üzü aşağı vəziyyətdə salafanın altına yığırsınız. Kənarlarını da hamısını bükdükdən sonra artıq başlayıram indi naxış vurmağa. Naxışı da mən 11 dişli makkaşla vururam. Gördüyünüz kimi baxın alt hissədən, bu hissədən başlayırıq ki, çünki şəkərburalar sobada bişərkən həmin bu naxışlar biraz qalxır. Ona görə alt hissədən, bu hissədən başlayıram naxış vurmağa. Şəkərburaları naxışladıqdan sonra qətiyyən üzərlərini örtmürük. Mütləq üstü açıq vəziyyətdə qalmalıdır ki, üzərində olan naxışlar da qurusun. Naxışlar üzərində quruduqda sobada bişərkən də naxışları necə var idisə elə də qalır. Qətiyyən üzərindən naxışlar itmir. Ona görə mütləq şəkərburaları naxışladıqdan sonra üstü açıq vəziyyətdə yığırıq. Elə listin içərisinə düzürük. Birbaşa listin içərisində qalır, naxışları quruyur. Üzərinə əlinizlə toxundurursunuz. Yəni görsəniz ki, artıq naxışları quruyub. O cür olduqda, artıq naxışlar quruduqda sobaya yerləşdirib bişirirsiniz.
Şəkər buraları mən 120 dərəcə konveksiya rejimində sobanın ən aşağı gözündə bişirdim. Bizə lazımdır ki, altı qızarsın, amma şəkər buralarının üstü qızarmasın. Ona görə ən alt gözdə 120 dərəcə konveksiyada bişirdim. Amma konveksiyasız adi kiçik sobalarda 140-150 dərəcədə sobanın yerində ən alt gözündə bişirə bilərsiniz. Bir də naxışlamamışdan öncə salafanın altından ki şəkər buraları götürürsünüz. Götürərkən mütləq üzü aşağı vəziyyətdə olanda şəkər buranın üzərinə əlinizlə baxın, bu cür biraz belə yüngül toxunun ki öz formasını alsın. Daha sonra isə götürüb naxışlayıb yığırsınız. Şəkər buraları bişirib uzun müddət saxlamaq istəyirsinizsə, onda mütləq bu üsulla, bu döymə xəmirlə bişirin. Uzun müddət 1 ay, 2 ay belə qətiyyən boyatlamadan, xarab olmadan çox gözəl qalır. Hətta bu şəkər buralar qaldıqca dadı daha da gözəl olur. Özünüz də hazırlasanız əmin olacaqsınız. Şəkər buraların hamısına naxış vurduqdan sonra mütləq ən azı heç olmasa 1 saat üstü açıq vəziyyətdə belə saxlayın. Üzərində olan naxışları qurusun. Yəni naxışlar nə qədər qurusa və o qədər də naxışlar üzərində gözəl qalacaq. Qətiyyən naxışlar itməyəcək üzərindən. Amma mən tək hazırladığıma görə artıq hamısını bitirdikdən sonra ilk hazırladığım şəkər buralar baxdım ki, üzəri quruyub, sobamı yandırıb sobama yerləşdirdim. Siz əgər köməkli hazırlasanız, bir neçə nəfər yığışıb, yəni köməklə hazırlasanız, onda mütləq gözlədin ki, üzərləri qurusun, listə yığın və elə üstü açıq vəziyyətdə masanın üzərində qoyun, 1 saat qalsın. Daha sonra isə gördüyünüz kimi yenə də iynə ilə 4-5 yerdən şəkər buraları deşirik və sobaya yerləşdiririk. Mütləq bu cür iynə ilə deşmək lazımdır ki, şəkər buralar bişərkən içərisində artıq yəni qabarcıqlar qalmasın və bişərkən şişməsinlər, öz formasını itirməsinlər. Və artıq gördüyünüz kimi şəkər buralar çox gözəl sobada da rəngini itirmədən ağappaq qəşəng qalıblar və bişməyini də bu cür bilirsiniz. Bu hissədən yoxlayın. Əgər barmağınız həmin hissəyə batmırsa, yumşaq, çox yumşaq deyilsə o hissə, demək şəkər buralar bişib hazırdır. Və 3 list şəkər buralarım alındı, 44 ədəd şəkər buradır. Hamısı yenə də qeyd edirəm, 120 dərəcə konveksiya rejimində sobanın ən alt gözündə 30 dəqiqə müddətində şəkər buraları bişirib götürdüm. Üzəri qızarmalı deyil, altı qızarır və götürürük. Bişməyin də necə bilirsiniz, şəkər buraların demək üzərinə naxışlarına əl vurursunuz ki, naxışları quruyub və qarın hissəsinə əl vurursunuz ki, həmin hissə içəri batmır, altı da qızarıb və sobadan götürürsünüz. Gördüyünüz kimi üzərində naxışlar hamısı birə-bir qalıb, qətiyyən itməyiblər və şəkər buralar çox gözəl alınıblar. Bu şəkər buraları saxlamaq üçün qətiyyən nə buzluğa, nə soyuducuya qoymağa ehtiyac yoxdur. Elə ev temperaturunda bir çuğun qazanın içərisinə yığın, qapağının üzərinə yerləşdirin, sadəcə aralarına da bir salafan yerləşdirin, qalsınlar. 1 ay müddətində, ay yarım müddətində qalsa belə qaldıqca həm yumşalır, gündən-günə yumşalır. Həm də ki, dadı çox gözəl olur. Çünki tərkibində xama, yağ olduğu üçün, həm də xəmir özü döymə xəmir olduğu üçün qaldıqca yumşalır, dadı da gözəl olur. Mütləq hazırlayın. Göz haqqınızı halal edin. Allah hər birinizin ruzisini bol və bərəkətli etsin. Sizlər də bu cür ləziz təamlardan bişirib, övladlarınızı, yaxınlarınızı sevindirib süfrələrinizi bəzəyəsiniz. Yeni videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Allah'a əmanət olun. Əgər videonu bəyəndinizsə, Kəmalə Kərimli 82 kanalına abunə olun, videonu bəyənib şərh yazmağı unutmayın. Dəstəyiniz Kəmalə xanım üçün motivasiya mənbəyidir. Paylaşılan videoları bəyənib şərh yazanlara öncədən təşəkkür edirik.